Salam dostlar. Demək bugün fizika dərsindən Hikmət Mehdiyevin kitabından Newton qanunlarını izah edəcəm. Yəni Newton qanunlarından əlavə də burada bəzi dərslər var. Yəni bunları da izah etməliyəm ki, yəni rahat dərsləri, testləri yaza biləsiniz. Birinci başlayırıq. Birinci qanunumuzda birinci dərsimiz kütlədir. Kütlə yəni cisimlərin ətalətliyini miqdarca xarakterizə etmək üçün kütlə adlanan fiziki əməliyyatdan istifadə olunur. Cisimlərin ətalətliyini xarakterizə edən fiziki əməliyyətə kütlə deyilir. Kütlə nə ilə ölçülür? Təbii ki, kütlə tərəzi ilə ölçülür. Tərəzi ilə ölçülür. Kütlə tərəzi ilə ölçülür. Demək, sonra kütlənin hərfi işarəsi M-dir. Hərfi işarəsi kiçik M-dir və onun vahidi isə bərabərdir 1 kiloqramdır. Vahidi 1 kiloqramdır. Sonra onun düsturu da M bərabərdir P vur V düsturudur. Kütlədə M burada kütlə, P yox R'dur. Ro sıxlıq və bir dəqiqə. Rho sıxlıq böyük V isə böyük V-dir. Böyük V isə həcm. Həcmdir. Cismin kütləsi onun həcminə, nisbətinə bərabər olan fiziki əməliyyətə sıxlıq deyilir. Sıxlığı da indi yazaq. Sıxlıq ilə cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki əməliyyətə sıxlıq deyilir. Sıxlıq ədədi qiymətli vahid həcmdəki maddələrin kütləsinə bərabərdir. Bərk cisimlərin və ya mayelərin sıxlığı maddənin növündən asılı olub, kütləsində və həcmindən asılı deyildir. Yəni sıxlığın hərfi işarəsi R'dur. Bunun vahidi isə Rho bərabərdir 1 kiloqram böl metrin kubudur. Demək, bunun düsturu da Rho bərabərdir M böl böyük V düsturu ilə hesablanır. Və başqa bir düstur da vardır. V bərabərdir. Bu həcmin tapılmasıdır. M böl Rho düsturudur. Həcmin də hərf işarəsi V böyük V-dir. Həcmi də 1 metr kubdur. Yəni Rho-nu tapanda nə edirik burada? Bir dəqiqə. Demək, nə deyirdim? Baxın, burada baxın, Rho nəyə bərabərdir? M böl V-yə. M bizdə nədir? M bizdə yuxarıda nə yazmışdıq? Kütlə. M kütlədir. Kütlənin vahidi, hərfi işarəsi, vahidi nədir? Kiloqramdır. Demək, bu kiloqram buradan gəlir bura. Və burada düsturun yerində, burada düsturun yerində kiloqram yazılır. Və sonra V nədir? V də həcmdir. Həcmin hərfi vahidi nədir? Metr kubdur. Burada da metr kub yazılır. Yəni Rho-nun vahidi belə tapılır. Bu vahidin köməyini vahidi bilsəz, düsturu da tapmaq asan olur. Sonra gəlir müxtəlif qrafiklər vardır. Yəni bu qrafiklərdə çəkəndən sonra başqa, yəni burada düsturlar vardır. Bu qrafikləri birinci göstərək. Yəni bu qrafiklər, birinci qrafik M Rho
M-in rho-dan, yəni kütlənin sıxlıqdan asılı olmasıdır. Burada V sabitdir. Yəni burada da asılı olduqda bu necə asılı olur? Düz asılı olur. Sonra M-in V-dən, həcmdən. Burada kütlənin həcmdən asılılığıdır. Burada rho bərabərdir konstant olur. Yəni burada da yenə düz mütənasibdir. Yəni düz asılıdır. Sonra pis çəkdim. Rho'nun MV'dən asılılığı burada ters asıldı. Sonra Rho'nun M'den asıllığı burada yine ve konstandı. Yine ters. Yani bunlardan da indi bir şey var, onları göstereceğim. Yani diyebilirsiniz ki yani bunlar necə olur? Rho'nun V'den M konstant düz ters asıldı. Demek bu 3 dənə də baxın. Bu 3 dənə də ayrı bir şey var. Nədir? Değil mi? Burada ölçünü kiçildim. Burada bərk maye var. Sıxılı olarak. Burada buna görədir. Burada gaz var. Burada buna görədir. Burada ise gaz var. Yani burada M'den asılıdır, burada V'den asılıdır. Buna göre diqqətli eləmək lazımdır. Sonra yani müxtəlif düsturlar vardır demişdim sizə. Yani bu düsturları da buradan yazaq. Bunu yine 30'a çəkeyim. Yani bu düsturlarda yine yazmaq var. Radiusu R olan metal kürenin həcmi və kütləsi aşağıdaki kimi tapılır. Yəni burada R demir. Məsələn, indi radius dəyər. Yəni burada yazırıq V bərabərdir 4/3 pi R kubu. Demək, bir dənə belə düstur var. Bir dənə bu bir düstur M bərabərdir rho V bərabərdir 4/3 pi R'in kubu rho. Bu bir düsturda M1/M2 R1/R2 nin kubu D1/D2 ne oldu la? Nin kubu düsturlarından tapılır. Çıxdım, əlimdəydi, çıxdım. Sonra kürenin həcmi, kütləsi, radiusun kubi ilə düz mütənasibdir. Yəni kürenin radiusu 2 dəfə artarsa həcm kütləsi 8 dəfə artır. Yəni kürenin radiusu, yəni kürenin radiusu nədir?
Kürənin radiusu, yəni bir dənə məsələn kürə deyək. Məsələn deyirəm də buna məsələn. Bu kürənin pis çəkdim. Bir dənə kürə. Bu kürənin diametridir. Radiusu buradan buradır. Məsələn bura radiusu 2 dəfə artarsa, yəni bura x-sə 2x olur da. Həcmi isə kütləsi isə 8 dəfə artacaq. Yəni bunun həcmi məsələn x idi, olacaq 8x. Belə deyim də. Sonra tili al olan kubun həcmi və kütləsi bu düsturlarla V bərabərdir A-nın kubu bir də M bərabərdir rho vur V bərabərdir A-nın kubu vur rho'ya. Bizdə baxın bunda düsturun da açılışı belədir. Ki göstərim. V bərabərdir nəyə? A-nın kubuna. Burada da M-i neyinir? M-i tapmaq üçün neyinir? Rho-nu vurur V-yə. Burada bizim V-miz nə olur? A-nın kubu, hə? Burada da A-nın kubunu qoyuruq V-nin yerinə. Keçirdirik əvvələ. A-nın kubunu qoyuruq yerinə. Olur A-nın kubu vur rho. Başa sala bildim. Sonra kubun tili 2 dəfə artarsa, həcmi, kütləsi 8 dəfə artar. Yəni bir dənə belə kubdur məsələn. Məsələn, belə kubdur. Bunun bir dənə tili x-sə 2x olursa 2 dəfə artdığı üçün. Bunun həcmin h-la qeyd eləyək. 8h olacaq. 8 dəfə artdığı üçün. Sonra indi keçirik Newton qanunlarına. Newtonun birinci qanununa. Newtonun birinci qanunu da yəni burada elə də bir yəni şey yoxdur. Düstur yoxdur. Biz bütün düsturları baxın burada yazdıq. Yəni buralarda yazdıq. İndi yuxarıdan baxın bu vərəqlərdə də var. Gətirdim. Kağızlarda da var, buradakı yazılarda da var. İndi bunları da bir-bir araşdıraq. Və yəni dərsimiz elə bundan ibarət olduğu üçün, yəni çox da dərinlərə getmirəm. Bir dənə bunu keçirdim qırmızıya. Kütlə, təkrar eləmiş oluruq da. Kütlə M hərfi ilə işarə olunur. Bunun vahidi 1 kiloqramdır. Kütlə tərəzi ilə ölçülür. Skalyar kəmiyyətdir. Kütlənin skalyar olması nədir? Onun sadəcə ədədi qiyməti var. Onun yəni istiqaməti yoxdur. Sadəcə ədədi qiyməti var. İstiqaməti olmadığı üçün kütlə skalyardır. Kütlə cismin ağırlıq dərəcəsini müəyyən edir. Həcm V hərfi ilə böyük V hərfi ilə işarələnir. 1 metr kubdur onun vahidi. Menzurka ilə ölçülür. Skalyar kəmiyyəti onun da yoxdur. Həcm cismin fəzada tutduğu yerdir. Sıxlıq rho hərfi ilə işarə olunur. Bunun düsturu rho bərabərdir M bölü V'dir. Və bunun vahidi isə 1 kiloqram bölü metrin kubudur. Və bu areometrlə ölçülür və skalyar kəmiyyətdir. Dinamika nə deməkdir? Dinamika hərəkət onun doğuran səbəblə birlikdə öyrənilir. Dinamika qüvvə yəni qüvvə gəlib çıxırıq da burada qüvvə F hərfi ilə işarə olunur. F vahidi 1 Newtondur. Gəldik Newton qanununa çıxdır. Newton qüvvə dinamometrlə ölçülür. Vektorial kəmiyyətdir, çünki onun ədədi qiyməti də var, istiqaməti də var. Qüvvə həmişə təcillə bərabər olur. Bərabər sürətlə hərəkət edir. Əvəzdəki qüvvədə eyni istiqamətdən yönələn qüvvələrin təsir edərsə toplayacağıq. Yəni məsələn nümunə olaraq yazılıb ki, məsələn bir dənə belə kub çəkilib, Biraz bu qələmlə ölçüsü bağlayayım, çox qalındır.
Bir dənə belə kub çəkilib və bu kubun F1-i buradakı xəttlə gələn F1-də F1-i 5 Newton verib. Buradakı xəttlə gələn F2-də F2-də 8 Newton verib. Yəni burada da tapanda F əvəzləyicini tapanda F1 ilə F2-ni toplayırıq, eləyir 13 Newton. Yəni F1 ilə F2 nədir? Bizdə 5 ilə 8-dir də. Onları toplayınca eləyir 13 eləyir. Yəni F əvəzləyicini buradan tapmış oluruq ki, 13 Newtondur. Əks istiqamətdə yönəlirsə, əvəzləyici qüvvəni müəyyən etmək üçün böyük qüvvədən kiçik qüvvə çıxarıq. Yəni F2 bu oxla gedir, F1 də bu oxla gedir. F2 8 Newtondur, F1 12 Newtondur. Burada da F əvəzləyicini tapanda 12-dən çıxırıq 8-i eləyir 4 Newton. Yəni F əvəzləyici nə olur? 4 Newton olur. Bu tərəfə yönəlmiş olur. Əgər qüvvələr bir-birinə perpendikulyar yönəlirsə, əvəzləyici qüvvə F əvəzləyici qüvvənin düsturu belə olur. Yəni F1-in kvadratı üstə gəl F2-nin kvadratı, burada nə yazdım? F2-nin kvadratı kök altısını tapılır. Yəni burada da nümunə olaraq müxtəlif nümunələr verilib. Mən bu nümunələri açsam video çox uzun olacaq. Sonra keçirik başqa, yəni burada görürəm ki, qüvvənin proyeksiyası var. Qüvvənin proyeksiyası nə deməkdir? Qüvvəni bir dənə baxın belə bir dənə nümunə ilə bunu göstərə bilərəm. Qüvvənin proyeksiyasını məsələn bir dənə belə ədəd oxu kimi bir şey çəkirik. Qrafik deyək də biz buna. Qrafikdə 2, 1, 5 nöqtələr qeyd edirik. Yox ki, mən 2, 1, 5 nöqtələrini qeyd eləməyə ehtiyac yoxdur burada. Yəni mən bunlar misal olsun deyə deyirəm. Qüvvənin proyeksiyasını tapanda 2 Newton, 1 Newton, 5 Newton deyirəm, nəysə də. Demək Fx-i tapanda qüvvənin proyeksiyasıdır Fx. Fx-i tapanda x-dən çıxırıq x0-ı, yəni 5-dən çıxırıq. Yəni 5-dən çıxırıq 1-i 4 Newton eləyir. Yəni burada da Fy-i tapanda isə Fy bu Fx-i tapdıq, Fy-i tapanda isə y-dən çıxırıq y0-ı. Bu da eləyir 2-dən çıxırıq 2-ni, bu da eləyir 0 Newton. Yəni əvəzləyici qüvvənin proyeksiyası da bu düsturla tapılır. Dostlar, yəni bu qədərdir dərsimiz. İnşallah yəni bəyənərsiniz. Sağ olun, salamat qalın.